imtahanda düşmür. Sadəcə bir özümüz üçün deyək ki, nə deyək? Deyək ki, tələffüz zamanı sözlərin asanlıqla bölünən səsə nə deyilir? Heca deyilir. Mən ilk başda nə demişdim? Sait və samitlə bağlı nə demişdik? Demişdik, biri hecanı yaradır, biri formalaşdırır. Yaradan hansıydı? Formalaşdıran. Sait hecanı yaradırdı, samit deyilirdi, hecanı formalaşdırırdı. Yəni, sait hecanı yaradır deyəndə biz nə başa düşürdük? Sözdə necə sait varsa, o qədər də heca var. Əgər bizdən Azərbaycan sözünün neçə hecalı olduğunu soruşursa, necə müəyyən edirik? Saitlər sayır, da düzdürmü? Və hecanı, sözü hecaya görə uşaqlar, o işarələrin adı tire deyil, defis, yadda saxlayaq, fərqli işarələrdir. Demək, böyük hecalara A, Z, Bay, Can şəklində böldük hecalara. Neçə hecalı söz oldu? Aha. İndi hecanın növləri var ki, heç bu da imtahanda düşmür. Elə belə deyək. Var açıq heca, var qapalı heca. Var örtülü heca, var örtüsüz heca. Bir də var saf heca. Biraz incəliyək. Açıq heca, qapalı heca. Hansı heca saitlə bitirsə, məsələn, kitab sözü yazıram. Baxın, ki saitlə bitib elə. Deməli, bu necə hecadır? Açıq heca. Samitlə bitən hecaya qapalı heca deyirlər. Ta. Deməli, bu necə hecadır? Qapalı heca. Niyə? Çünki samitlə bitir. Bu açıq hecadır, bu qapalı hecadır. Var örtülü heca, örtüsüz heca. Bu nə deməkdir? Məsələn, yazıram burada əfsanə, hecalara bölək. Əf-sa-nə. İndi baxın, əgər heca saitlə başlayırsa, örtüsüz heca. Fikir verin. Saitlə bitirsə, açıq heca. Saitlə başlayırsa, nə olur bu? Örtüsüz heca. Samitlə bitirsə, qapalı heca. Samitlə başlayırsa, görürsünüz də samitlə başlayan hecalarımızı. Bunlar olur nə? Örtülü heca. Bir də var saf heca. Bəs saf heca nədir? Əgər heca bir dənə saitdən ibarətdirsə, buna deyirlər saf heca. Deməli, Azərbaycan sözündə saf hecanı göstərək. A. Çünki bir dənə sait var. Məsələn, saf hecaya nümunələr yazıram. İ, la. Hanı saf heca? İ. Bəli. Məsələn, bə, di, i. Hanı saf hecamız? Yenə də i. Bəli. İndi hecanın tələbləri var. Gəlin görək nədir? Bax, belə bir sual düşmüşdüm güvən sınavında. Baxın bura. A variantı sen, tiyabır. B variantı sent, yabır. Misal üçün C variantı sen, tiyabır. Birinci sual verir. Məsələn, gəlin bir dəqiqə, belə bir şey deyilsə. Bax, kim C variantı ilə razılaşmaz? Məsələn, deyək ki, burada mümkün deyil cavab C olar. Hə, deyirik, niyə? Ay, sağ ol. İndi diqqətlə qulaq. Hecanın tələbi nədir? Qulaq hələ. Hecanın tələbi nədir? Hər hecanın içində mütləq bir dənə sait olmalıdır. Saitsiz heca mümkün deyil. Fikrimiz dəst olsun. Hər hecanın içində mütləq bir dənə sait olmalıdır. Saitsiz heca mümkün deyil. Niyə cavab C olmadı burada? Çünki adama deyərlər ki, yaxşı, bu hecanın içində sait var. Lap deyək ki, burada da var. Bəs yaxşı, bu sonda hanı? Sait hanı? Saitsiz heca olmur. Bunu yadında saxla. Ona görə burada cavab C ola bilməz. İndi o hələ ki bizi gözləsin. Başqa bir nümunəyə keçsin, sonra orada cavabı sizə deyəcəm. Uşaqlar, indi bu bədii sözünə baxın. Bədii sözünə qayıdaq. Baxın, deyək ki, A variantı bədii. Bizdə qoy B variantında olsun. B-di-i. İndi fikir verin. Baxın, sizcə bunun hansı düzgün hecəyə bölünür? Niyə B olmasın? Hava, yadda saxla. Hecanın bir də tələbi budur ki, hər hecanın içində bircə dənə sait olmalıdır. İkinci saitə yer yox. Siz fikir verin. Burada B variantında, bu di hecasında 2 dənə sait yanaşıdır. Deməli, bu söz hecaya düzgün bölünməyir. Və yaxud da mən bura A-i, L yazsam, sizcə bu hecaya düzgün bölünür? Baxın görək, şəlalı olmaz. Niyə bu səhv oldu? Ona görə ki, bir hecanın içində 2 sait olmaz. Hər hecanın içində bir dənə sait olmalıdır. Buna icazə yoxdur. Ona
özüm yazımda da. Dəqiq. Addım sözdə 2 var, hə? Hecəli tə bölər. Yəni bir sözün içində 2 samit yanaşırsa, hecəli tə bölər. Samitin biri birinci hecə, biri digəri. Məsələn, kassa sözünü hecə böləndə neyniyərik? Ortada 2'si varsa. Yəni sının biri birinci hecə, bu asandır. İndi gələk. Bəs yaxşı, əgər sözün içində 3 samit yanaşırsa, bəs onda neyniyək? Bəs onda hecəyə necə bölək? İndi bu sentyabr sözünün üstündə göstərəcəm. Gəlin belə bir şey yazam. Bax, qıraqda yazıram. Sentyabr. Uşaqlar, 3 dənə yanaşı gələn samiti göstərin. N, T, Y, elə? Amma bir şey var, sözün kökü elə sentyabr. Düzdürmü? Buradan da yazıram. Gənclik. Uşaqlar, 3 samiti göstərin, yanaşı gələn. Aha. Uşaqlar, amma biz bunu kök və şəkil çağıra bilərik. Gənc sözün köküdür, lik şəkilçidir. İndi fikir verin. Onda gəlin belə bir qayda deyək. Əgər 3 samit kökün içində yanaşıdırsa, kökün içində. Bu zaman bu 3 samitdən biri gedir birinci hecəyə, ikisi qalır ikinci hecədə. Bir də deyək, kökün içində 3 samit yanaşı onda nə tər bölünür hecəyə? O 3 samitdən biri, yəni birincisi gedir elə birinci hecəyə, ikisi ikinci hecəyə. Yox, əgər 3 samit kök və şəkilçinin içində bir yerdədirsə, bu zaman ikisi gedir birinci hecəyə, biri gedir növbəti hecəyə. Onda tapın cavabı. Sentyabr sözünə qayıdaq. Sizcə orada cavab A yoxsa B? A variantı. Niyə? Çünki 3 dənə samit yanaşıdır. Biri yuxarı birinci hecəyə gedir, ikisi ikinci hecəyə. Başa düşdünmü? Bu nöqteyi nəzərdən yanaşsaq, siz mənə oktyabr sözünü, baxın, okt-yabr, düz elədim, hecəyə düzgün böldüm, səhv. Nətər olmalıdır? Ay, sağ ol, okt-yabr şəklində olmalıydı. İndi gəlin, gənclik sözünü hecəlara bölək. Gənclik, yəni, əgər 3 samit kök və şəkilçinin içində birləşibsə, yəni kök şəkilçi olduğuna görə, o zaman ikisi yuxarı, biri aşağı. Başa düşdük indi bunu da, hecənin tələbləri. Bəs yaxşı, sözün içində 4 samit yanaşı gələndə neyniyərik? Aha, indi mənə elə bir söz deyin ki, içində 4 dənə samit yanaşı gəlsin və biz onu hecəyə bölək. 4 dənə samit yanaşı gəlsin və biz onu bölək. Da-da-da-da. Tapın görün. Abstrakt, ay sağ olun. Nə yaxşı deməlim ki, kim tapsa 50 manat pul. Nə yaxşı deməlim. Abstrakt, baxın. Abstrakt. Nə deməkdir abstrakt? Ay sağ olun. 4 dənə samit yanaşı görürük mü? Nətər bölək hecəyə? Abstrakt. Bəli, ikisi bir, ikisi bir. Bəs belə bir şey desəm düz olar. Mənə baxın. Məsələn, abstrakt. Niyə? Adama deyirlər, bu nə hecadır ki, bunun sahibi yoxdur. Belə bir şey ola bilərmi? Ola bilməz. Heca ilə bağlı başa düşdük. Nəsə qaranlıq məqam var. Bəs yaxşı, komandir sözünü belə hecəyə bölsəm. Məsələn, kom-an-dir. Bu düz olar. Niyə? Hər hecanı formalaşdıran samitdir, düzdürmü? Ona görə də nətər olmalıydı? Demək, bu səhvdir. Kom-an-dir şəklində bölünməli idi. Vəssalam. Hecəni başa düşdük? İndi keçək növbəti mövzunun izahına.